Gedib niyə baha formada alırsan, boş yerə niyə cibini yandırırsan? Bu da yəni işimi görür. Rudun və yaxud da HyperX-in məhsulları da mənim işimi görür. Artıq rahat şəkildə pul xərcləyə biləcəyiniz vəziyyətə gəldiyinizdə yaxşısını alarsınız. Mən özüm belə edirəm və bunun bəhrəsini görürəm. Bir də gördüm ki, Temu mənə bildiriş göndərdi ki, Qaqa biz bu məhsulun qiymətini çox aşağı salmışıq. Əlində o qədər pul varsa, gir o məhsulu dərhal al. YouTuber avadanlıqlarına minlərlə manat xərcləməyə ehtiyac yoxdur. İzləyin, bəlkə lazım olacaq. Bəli dostlar, mən sizə çox böyük bir fürsəti göstərəcəm. Az öncə qeyd etdiyim kimi diqqətlə izləmənizi tövsiyə edirəm. Siz YouTube-a başladığınızda əlinizdə müəyyən bir büdcə olduğunda özünüz üçün kompüter yığırsınız və yaxud da avadanlıqlar falan alırsınız. Temudan ala biləcəyimiz müəyyən məhsulları göstərəcəm. Narahat olmayın, burada mən gedib deməyəcəm ki, gedin kompüterinizin, monitorun, sistem blokunuzu, mikrofonunuzu Temudan alın deməyəcəm. Çünki bunlar vacib məhsullara aiddir. Ekranda da hamısını qeyd etmişəm. Vacib məhsullar nədir və vacib olmayan məhsullar hansılardır, onları qeyd etmişəm. Deməli, Temudan hansı məhsulları, hansı avadanlıqları ala bilərsiniz? Bir nümunə olaraq göstərəcəm. Siz mənə avtomatik başa düşəcəksiniz. Misal üçün siz kompüter yığırsınız. Kompüter yığanda sizə mouse və klaviatura da lazımdır. Bu yəni vacib məhsul deyil deyə bunu nümunə çəkirəm. Baxın, Temuda həmin məhsula girdim. Gördüyünüz kimi klaviatura və mouse olaraq burada axtarmışam. Siz gedib buna misal üçün deyək 70 manat, 60 manat pul xərcləyirsiniz və Azərbaycanda bir rastgələ bir telefon dükanından gedib bunu və 70 manatınızı birbaşa ora verirsiniz. Amma baxırsınız ki, məhsulun o qədər keyfiyyəti yoxdur, gərəksiz bir məhsuldur. Səbəb odur ki, onsuz həmin dükanda satılan məhsulu belə Çindən gətirib o formada satırlar. Yəni həmin məhsul onsuz Temuda var. Hətta belə girək bura baxaq. Baxın, Azərbaycan saytına girdim. Qiymətlər yəni mənim az öncə qeyd etdiyim kimidir. Yəni o az öncə qeyd etdiyim pula gedib boş-boşuna baha qiymətə o qədər pul verib, o qədər lazım olmayan məhsula pul verirsiniz. Baxın, gördüyünüz kimi Temuya girdiyimizdə kasıbın malı deyəcəyimiz formada məhsullar çıxır. Yəni siz niyə gedib klaviaturaya 70 manat, 80 manat pul verirsiniz? İkisinə bir yerdə 15 manat verin. Hələlik o məhsul sizi idarə eləsin. Gələcəkdə milyoner olduğunuzda və yaxud da artıq rahat şəkildə pul xərcləyə biləcəyiniz vəziyyətə gəldiyinizdə yaxşısını alarsınız. Mən özüm belə edirəm və bunun bəhrəsini görürəm. Baxın, Temuya klaviatura, mouse yazdım. Gördüyünüz kimi 15 manata, 20 manata qısılmış büdcələrə hər cürə klaviatura, mouse tapa bilərsiniz. İndi yalnız bunu göstərməyəcəm. Burada fürsətlər falan var. Onları da göstərəcəm sizə. Az öncə qeyd etdiyim kimi vacib və vacib olmayan məhsulları mən sizin üçün ekrana qeyd etmişəm. Bunları özünüz kateqoriyalara bölüb hansını Temudan almalıyam, hansını isə marka dükanlardan almalıyam, bunu özünüz təyin edərsiniz. Burada bir şey nəzərinizdə saxlayın ki, Temudan rahat və düzgün şəkildə necə sifariş etmək olar. Bunu onsuz mən videolarımda göstərmişəm. Sağ üstə bir siyahı qoymuşam. O siyahının içində mənim özümün videolarım var. Necə və nə cür sifariş etmək olar, hamısı orada ətraflı şəkildə göstərilib. Özünüz öz başınıza sifariş verməyin xətalar falan baş verə bilər və nələrə diqqət etmək lazımdır, bunları bilmirsiniz. Ona görə də üstdəki siyahının içində müəyyən videolar var. Mütləq onları izləyin. Bunlar çox vacibdir. Və dostlar, onu qeyd edim ki, Temu bizim üçün fürsətdir. Bu fürsəti əldən qaçırtmamaq lazımdır və hansı məhsulları necə sifariş etmək lazımdır, bunları bilmək lazımdır. İndi bunlardan əlavə çox şey var, hamısını bir-bir göstərəcəm, amma onu göstərməzdən əvvəl qısaca onu qeyd edim ki, kanalımızda bunun kimi faydalı və maraqlı videolarımız var. Aşağıdan kanalımıza abunə olub, videomuza like atıb, bildiriş zəngini aktiv edə bilərsiniz. Gəlin indi keçək digər vacib məsələlərimizə. Bəli dostlar, baxın, bu məsələ çox vacib məsələlərdən biridir. Nəzərinizdə saxlayın ki, Temu bizə bəzən durduğu yerdə elə böyük dərəcədə kampaniyalar verir ki, şəxsən o kampaniyaları qaçırtmaq lazım deyil. Baxın, bunun mən də videosunu çəkmişdim YouTube kanalımda. Baxın, burada var. Hətta belə sağ üstdə sizin üçün qoymuşam. 99% endirim yazılan videodur. Orada bir məhsul var idi. Mən neçə vaxtdır o məhsulu almaq üçün səbirsizliklə gözləyirdim ki, əlimə pul düşsün, o məhsulu alacam. Bir də gördüm ki, Temu mənə bildiriş göndərdi ki, qaqa biz bu məhsulun qiymətini çox aşağı salmışıq, əlində o qədər pul varsa, ged o məhsulu dərhal al. Mən də gördüm, fürsəti əldən qaçırtmadım və o endirimdən faydalandım. Həqiqətən də çox böyük endirim idi. Temu bəzən belə jestlər eləyə bilir və sizə böyük dərəcədə endirim verə bilir. Təsəvvür edin ki, 60-70 manata olan məhsul mənim əlimə yalnız və yalnız 15 manata gəlib çıxmışdır. Mən də səbirsizliklə getdim, o dəqiqə karta o pulu yüklədim və Temudan həmin məhsulu sifariş verdim və bu dəqiqədə həmin məhsulu istifadə edirəm. Otaq vloqunda həmin məhsulu mən sizə göstərmişdim. Yəni bu kampaniyaları, endirimləri qaçırtmamaq istəyirsinizsə, Temudan istifadə etməyinizi tövsiyə edirəm. Aktiv olaraq bir məhsul sifariş etdiyiniz Temu hesabınız olsun. Bunun sizə çox faydası olunur. Onsuz köhnə videolarımda mən bu haqqda çox danışmışam. Temunun yəni belə jestləri ola bilər. Mütləq bu kampaniyaları və endirimləri nəzərinizdə saxlayın. Belə şeylər ola bilər. Tez-tez Temuya girin, bəzi məhsullara baxın, səbətinizə əlavə edin. Bir də görəcəksən Temu həmin məhsulu sənə ucuz qiymətə verəcək. Hətta belə bir də görəcəksən pay verir məhsulu.
Bunu etməkdə məqsədimiz nədir? O haqqda biraz məlumat verim. Bundan sonra məni çox yaxşı başa düşəcəksiniz. Hamısını sizin üçün buraya siyahıya yazmışam. Birinci məsələ budur ki, Azərbaycanda həmin məhsulu alanda Çin məhsulu olur və daha baha başa gəlir. Yəni az öncə mən sizə klaviatura, mouse falan dedim, mousepad falan dedim. Onsuz gedib bunu Azərbaycan dükanından da alanda Çin istehsalı bir məhsulu alırsan və Azərbaycan dükanları da bunun üstünə dədələrinin qiymətini qoyur deyə baha başa gəlir sizə. Ona görə də gedib Temudan almağınızı tövsiyə edirəm ki, həmin məhsul onsuz Azərbaycan dükanında Çin istehsalıdır və baha qiymətə qoyulmuş formadadır. Yəni gedir Temudan məhsulu sifariş verir, həmin dükançı daha sonra gətirir üstünə dədəsinin qiymətini qoyur. Sən də gedib onu vitrində görürsən, deyirsən, "A, bu nə qəşəng məhsuldur. Hələ YouTuberluq üçün bunu da alaq, bəlkə mənə faydası olar." Və gedib həmin məhsulu alırsan, istifadəçi də orada xeyrə düşür. Amma gəlib Temudan alsan, görəcəksən ki, bir miqdar da olsa, az da olsa qiymətdə ucuzluq olacaq. Get istəsən buna özün Azərbaycan dükanlarında bax və gəl daha sonra həmin məhsulun kopyasını Temudan axtar tap, görəcəksən ki, arada ciddi bir fərq var. Yəni Temunun üstünlükləri budur. Yəni Temuda satılan məhsulu bahalaşdırıb satırlar. Bunun heç bir xeyri olmur. Gəlin indi digər məsələni də deyim. Deməli, həmin o məhsullara verilən pulu digər vacib məhsulların üzərinə yatırım edə bilərsən. Mən burada bayaq klaviatura, mouse, mousepad və yaxud da kompüter kolonkaları falan dedim. Bunlar bizim vacib olmayan məhsullarımızdır. Yəni onlara verəcəyiniz çox pulu yatırın siz masaüstü kompüterinizin RAM-ına, hard diskinə, daha sonra monitorunuza, kameranıza və mikrofonunuza və onların keyfiyyəti daha yaxşı olsun. Yəni gedib bir adi bir siçana 500 manat pul verməkdənsə, sən elə bunu kompüterinə, monitoruna, mikrofonuna yatır ki, o kompüter, mikrofon o mousedan daha vacibdir. Yəni bu məsələ çox vacib məsələdir. Diqqət etməyini tövsiyə edirəm. Yəni Temuda burada sizin çox köməyinizə çatır. Həmin məhsulu get Temudan sifariş ver. Əlində qalan pulu da at kompüterinin pulunun üstə, gələcəkdə RAM-ını artır, hard diskini, SSD-ni böyüt, kameranı daha keyfiyyətli al. Bu böyük bir üstünlükdür. Yəni bu dediyimi edən insan yaxşı şəkildə pul xərcləyir deməkdir. Və üçüncü vacib məsələmiz də burada odur ki, dostlar, Temu çox böyük bir fürsətdir. Bunu siz dəyərləndirmənizi tövsiyə edirəm. Baxın, nümunə olaraq mən özüm də göstərim. Baxın, burada gördüyünüz kimi mən bu yaxınlarda kompüterim üçün mikrofon tripodu sifariş etmişəm. Baxın, mikrofon bu dəqiqə mənim masamın üstündədir və mən danışıram, o da elə adi şəkildə stolun üstündə dayanır. Mən istəyirəm ki, bu kənardan belə mikrofon tripodu kimi çıxsın və izləyicilər də mikrofonu görsünlər. Həm də bu daha professional bir hava qatır. Bunu etmək üçün mikrofon tripodu sifariş etmişəm. Baxın, burada mikrofon tripodunun adı, qiyməti falan, ədədi falan hər şey yazılıb. Bunu Temudan sifariş vermişəm. Gedib niyə boş-boşuna marka məhsullar alıram ki, bu da yəni işimi görür. Rudun və yaxud da HyperX-in məhsulları da mənim işimi görür. Boş yerə niyə gedib o qədər də vacib olmayan bir məhsula o qədər pulu yatırıram ki, yəni bu üstünlükdür. Biri var gedib 26 manata həmin məhsulu alasan, biri də var alasan bu məhsulu 200-300 manata. Arasında atla eşək qədər fərq var. Yəni bu məsələyə diqqət edirsən, Temunun da burada bizə təqdim etdiyi məsələ budur ki, elə bax bu dediyim, bu 26 manata olan məhsulu sən Azərbaycanda qətiyyən tapa bilməzsən. Hə, yaxşı, tutaq ki, tapdın, amma 60-70 manat aralığında olacaq. Yəni bu qədər ucuz qiymətə olmayacaq. Sizə burada çatdırmaq istədiyim məsələ budur ki, Temu burada bir üstünlükdür. Bunu istifadə edin. Bəlkə gələcəkdə Temu şirkəti bağlanacaq, bəlkə ləğv olacaq. Ona görə də bunun çörəyindən yeyin. Əlinizdə pulunuz varsa, Temudan belə məhsulları sifariş edin. İndi deyəcəksiniz ki, Temu natiqə reklam verib, ona görə belə danışır. Qətiyyən reklam falan verilməyib. Özüm bundan istifadə edirəm. Ona görə də sizə deyirəm. Yəni gərəksiz yerə boş yerə pullar xərcləməyin. YouTuber məhsullarını və yaxud da digər nə alacaqsınızsa, hamısını Temu vasitəsilə ala bilərsiniz. Dostlar, indi mən mövzunu sizlər üçün bağlayım. Nə demək istədiyimi tam konkret fikrimi çatdırım sizə və videomuzu sonlandıraq. Deməli, baxın, ümumi şəkildə biraz uzundan çıxacağam. Xahiş edirəm diqqətlə dinləyin. Baxın, kompüterin hard diski, RAM-ıdır, SSD-sidir və yaxud da prosessorudur və sistem bloku, monitordur, mikrofondur, kameradır və bunun kimi digər məhsullar vacib məhsullar sayılır. Amma misal üçün baxın, burada telefona yazmışam, telefondan oxuyub deyirəm. Baxın, deməli, kompüter üçün klaviatura və mouse, kompüter üçün səs ucaldanlar, yəni az öncə qeyd etdiyim kimi kolonka, daha sonra kamera, telefon və mikrofon üçün tripod. Baxın, bunu az öncə mən sizə göstərdim. Və yaxud da softbox deyirlər, yəni işıq gedir də. Bunun adı bizim üzümüzə işıq vurur. Budur, daha sonra bəzi LED işıqlar falan var. Yəni videoya rəng qatsın deyə bəziləri arxa plana falan qoyub. Bunlardır. Daha sonra az öncə də qeyd etdim, mousepad, USB çoxaldıcılar və arxa plan üçün yaşıl pərdə və digər arxa plan aksesuarları. Bunlar isə vacib olmayan məhsullar. Yəni o qədər də gərəkli deyil və marka
marka olmasına qətiyyən ehtiyac yoxdur. Bax, bu məhsulları, yəni marka olmasına ehtiyac olmayan və part 2 olan məhsulları sən Temudan sifariş edə bilərsən. Yəni mən bunu demək istəyirəm bayaqdan ki, boş yerə gedib niyə baha formada alırsan, boş yerə niyə cibini yandırırsan? Yəni bunu çatdırmağa çalışıram. Bəlkə videonun başında bu məhsulların adını çəkmədim deyə mənim dediyimi başa düşə bilmədin, amma bu dediklərimlə indi əminəm ki, tam şəkildə başa düşmüsən. Yəni otaq vloqunda mən bunların hamısını göstərmişdim. İzləyicilərin çoxu yazmış ki, sən ağıllı xərcləmə eləmsən. Otaq vloqunu da sağ üstə qoyuram, oradan baxa bilərsiniz. Çünki izləməmisinizsə nə dediyimi başa düşə bilməzsiniz. Yəni məsələmiz bu idi. Çox uzatmağa ehtiyac yoxdur, nə də çox uzadıb sizin başınızı ağrıtmaq istəmirəm. Yəni bu da YouTuberlara aid bir video sayılır ki, sizin büdcənizə burada köməklik göstərir bu dediklərim. Sağda və solda izləyə biləcəyiniz digər videolarım çıxdı. Temu haqqında qoymuşam o videoları. Baxa bilərsiniz, inşallah baxıb faydalanarsınız. Gələcək videolarımızda görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.